Qardaşımız soruşur ki, cənnətdə insanlar mələkləri görəcəkmi? O barədə səhih bir məlumat bilmirəm. Başqa sual olan varmı? Bəli. Şeyx Ozanın belə bir rəyi var. Deyir ki, qadın uşağı yuyarkən əlində əlcək yoxdursa, onun dəstəmazı pozulur. Çünki əli deyir, həm də arxasına dəyir, pozulur. Yəni, biz də bunun həmişə əksini vermişik. Bəli, səhih olan odur ki, möhtərəm qardaşlar, uşağın yuyarkən səhih olan odur ki, bəli, məsələdə ixtilaf var. Səhih olan odur ki, dəstəmaz pozulmur. Yəni, uşağı yuyarkən, valideynlə, ana uşağı yuyarkən, onun dəstəmazı pozulmur. Çünki ona dəymək, yəni orada dəstəmazı pozan amillərdən deyil. Düzdür, məsələdə ixtilaf var. Deyənlər var ki, pozulur. Bəli. Neçə yaşa qədər? Uşağın neçə yaşa qədər? Valla orada yaş deyərkən bəzi orada alimlər gətirirlər ki, süd əmər uşaq xüsusən o balaca yaşlarında olur. Hansı ki 2 il, ən azı 2 il davam edir. Ancaq orada yaş məhdudiyyəti yoxdur. Hansı ki uşağın nə qədər ki uşağın yuyulmaq yaşıdır. Olur 3 yaşına kimi, 4 yaşına kimi davam edə bilir. Allahu aləm. Ola bilər xəstəliyi ilə əlaqədar uzun da sürə bilər. Yəni bu məsələ uyğun bir dənə şeylə rastlar çox. Keçən bir qardaş dünyasında işləyib. Allah günahlarını bağışlasın. Olmasında işləmiş elədi. Şimdi dərsdə qulaq asdım o yumaq barədə. Deməli, əlcək məsələsi də övrətin yanında əlində əlcək olmalıdır. Yəni, əks hal olsa dəstəmaz pozulur, belə çıxır, əlcəksiz toxunsun. Dəstəmaz pozulur, belə çıxır. Orada ümumiyyətlə ölünü yumaq dəstəmazı pozmur. Sadəcə orada övrət məsələsində ixtilaf var. Övrəti yumaq məsələsində, hansı ki orada bir çox alimlər gətirir ki, yəni övrəti yumaq, deyək ki, hansı ki o böyük insanlarda hansı ki yuyulur, orada yəni toxunularsa, onda ola bilər. Bəli. Bəli, toxunulmur. Toxunulmur. Orada təbii ki, onun üstü bağlı olur. Hətta açılmamalıdır. Bəli. Yox, belə əlcəklə yumaq olur. Əlcəklə o yuyurlar, bəli. Əlcəklə yuyurlar. Təbii ki, o əlcəklə yuyulur. Onsuz da əlcəklə yuyulur, başqa olmur. Bəli. Məsələn, hamamız işləmir olaraq, təhlət yoxdur. Ümumiyyətlə, möhtərəm qardaşlar, qardaşımız soruşur ki, hamamda zikir eləmək olarmı? Yəni, hamamda zikir eləməklə dəstəmaz duasını oxumaq arasında fərq var. Ümumiyyətlə, hamamlar zikir yeri deyil. Yəni, insan orada Quran oxusun, zikir eləsin, onun yeri deyil. Üzr istəyirəm. Sadəcə, məsələni daha dəqiq götürsək, yəni, dəstəmaz duasını oxuya bilərik mi? Bir çoxlara, bəli, onu soruşmaq istəyirsə, inşallah ki, dəstəmaz duasını oxumaq olar. Sırf dəstəmaz duasını oxuyub, bəli, bəli, o baxımdan. Və ona da sual olunar ki, nəyə görə olar? Deyək ki, əslinə qayıtsaq, əvvəllər hamamlar, deyək ki, təharət xanalar necə olub? Divar olmayıb heç. İnsanlar gedərdilər, məqama çatdığı zaman, yəni öz təbii ehtiyacını ödəməmişdən öncə oxuyub, oturub, ondan sonra ehtiyacını ödəyərdilər. Və bugünkü gün o divarların olması sonradan olan bir haldır. Yəni, əsl olaraq məqama çatardılar, orada duanı oxuyub, orada da oturardılar. Hani durub insan o olduğu yerdə zikr eləsin, Quran oxusun, yox, o bəyənilən hal deyil. Çünki Allahın kəlamı gözəl yerlərdə oxunmalıdır. Quran-ı Kərim olsun, zikirlər olsun. Sadəcə duanı oxuyursan, girirsən.
Çöldə də oxuya bilərsən və həmçinin əgər oxumamısan, içəridə də oxuya bilərsən. Yəni, əfzəl odur ki, çöldə oxuyub girəsən. Birdən ola bilir insan yadından çıxır, içəridə oxuya bilər. Allah. Bəli. Bəli, elə orada da başlayarkən də demək olar. Bəli. Bəli. Hamamda çimərkən övrət yeri bağlamaq cəruridir. Hamamda çimərkən övrət yeri bağlamaq əfzəl əməldir, bəli. Bəyənilən bir əməldir. Dinimizdə bəyənilən bir əməldir. Ancaq vacib və həmçinin tərk eləmək haram deyil, yəni. Bir edən adam haram eləmiş olmur. Ancaq yəni, əxlaqdandır ki, bəyənilən haldır ki, örtmək, bəli. Allah razı olsun. Çimərkən, möhtərəm qardaşlar, bilirik ki, yalnız cənabət qüslundan insan qüsul alarsa, onda artıq onun dəstəmazı sayılır. Ancaq qaldı ki, adi qüsullardır, adi insanın qüsul alması ondan dəstəmaz sayılır. Ancaq dəstəmaz qüsul əsnasında cənabət qüsulu deyil. Adi qüsul alır, onun əsnasında dəstəmaz alarsa, bəli, dəstəmaz səhih. Bəli. Allah sizdən də razı olsun. Ramazan ayında Quranın xətm eləmənin sayı var, yoxsa necə? Biz bilirik ki, 40 gün minimum olmalıdır da o. Amma Ramazan ayında bir dəfə xətm eləmək, ya 2 dəfə sayı var onun. Qardaşımız soruşur ki, gözəl sualdır. Hansı ki deyir, Ramazan ayındayıq bugün. Quran-ı Kərimin oxumağın neçə günə, onun məhdudiyyəti, sayı varmı? Möhtərəm qardaşlar, bəzi alimlər düzdür, deyirlər ki, ən azı 3 gün olmalıdır, deyənlər var. Nəyə görə belə deyirlər? Çünki insan 3 gündən daha tez oxuduğu zaman, xüsusən də yaxşı oxumayan insanlardan gedir burada məsələ. İnsan var, sürətli oxuya bilmir və məxrəcləri, təcvidi düzgün tələffüz edə bilmir. Belə insanlar bəzən görürsünüz ki, sürətli oxuyarkən hərfləri yeyir, məxrəcləri yeyir, görürsən təcvidi məhv eləyir və hətta mənanın dəyişməsinə gətirib çıxarır. Nəyə görə? Tələsdiyi və sürətləndiyi üçün. Ancaq İmam Şafiidən gəlib ki, 60 dəfə xətm eləyərdi. Düşünün nə deməkdir? Gündə 2 dəfə. Və belə deyək ki, bir hafiz Quran-ı Kərimi 8 saatda oxumağı mümkündür. Quran-ı Kərimi başdan sona 8-9 saat oxumaq olur. Hadır deyirlər, biraz sürətli oxunuş. Təbii ki, ən birinci burada bizə əmr olunan, bəyənilən odur ki, Quran-ı Kərimi oxuyarkən hər hərfin haqqını vermək və mənanın haqqını vermək, yəni təcvidin haqqını vermək. Bunu edə bildinsə, sürətli oxumaqda bir qəbahət yoxdur. Ola bilər, insan bir günə də xətm edə bilər. Əgər o haqları yemirsə, hərflərin, məxrəclərin, mənanın dəyişməsinə səbəb olmursa, o zaman oxuya bilər. Orada bir, deyək ki, Allah Rəsulundan elə bir dəlil yoxdur ki, filan gün qutarmalısınız, yəni, filan gün oxumalı. Sadəcə alimlər oradan ictihad ediblər ki, 3 gündən az oxumayın. Onun da səbəbini, hikmətlərini gətirirlər ki, 3 gündən az olduğu halda insan Quran-ı Kərimi zay etmiş olur. Yəni, hansı ki, onun mənasının dəyişməsinə gətirib səbəb olar. Məxrəclərini, hərflərini yemiş olar, haqlarını verməmiş olar. O baxımdan ola bilər ki, insan 3 günə normal şəkildə oxusun. Ancaq yaxşı oxuyursansa, sürətli oxuyursansa, haqları verə bilirsənsə, hər gün bir xətim endirə bilərsən. Təbii ki, o da müvəffəqiyyət məsələsidir. Bizdən hər hansısa birimizdən soruşsaq, yəni 10 gündə bir eləyə bilirikmi? Birinci onu soruşaq. Çətindir, rahat deyil. Quran-ı Kərim əzəmətli kəlamdır, möhtərəm qardaşlar. O hər kəsə müvəffəq olmur. Onu 3 gündə bir xətm eləyən adam, o Allaha yaxın adamdır. Rəbbini sevən adamdır. O Qurana nəfsini
bağlayan adamdır. Ancaq çox təəssüf ki, bizlər çoxumuz 10 günə bir xətm görürsən eləməyə əziyyət çəkir. Çünki nəfsimizə ağır gəlir. Nəyə görə ağır gəlir möhtərəm qardaşlar? Çünki Allahın kəlamı əzəmətlidir. Hər hərfinə 10 savab var. Və şeytan sənə imkan verər ki, sən onu qazanasan. Və şeytan istəyər ki, sən onu əldə edəsən. Əlbəttə yox. Və həmçinin də nəfsin də istəməz. Bəzən açır insan Qurani Kərimi, 1 səhifə, 2 səhifə, 3 səhifə, 4-cü səhifədə yuxu gəlir. Halbuki gecə otursun 1-ə kimi, 2-yə kimi, 3-ə kimi telefon əlində baxsın bütün sosial şəbəkələrə. Heç uf belə deməz. Bir damcı yuxusu da gəlmir. Ancaq o Qurani Kərimi əlinə götürdü insan, bir neçə səhifədən sonra yuxu gəlir. Elə oturduğu yerdə də yatır. Bu insanın bizim zəifçiliyimizdir. Dünya ilə olanda insan oturur futbola baxır saat yarım. Bəzən yarım saatda uzanır, 2 saat. 2 saat yarım baxır, gözünü belə qıpmır. Sanki 5 dəqiqə kimi keçdi. Hani Qurani Kərimə oturanda 3 səhifədən, 4 səhifədən sonra başlayır əsnəməyə. Bu acı həqiqətlərdir, möhtərəm qardaşlar. Bu bizim halımızdır. Allahın kəlamı bizlərə sevdirilməlidir. Sevməliyik onu. Necə ki, Rəbbimiz Ənfəl surəsində buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum. Möminlər o kəslərdir ki, Allahın adı gəldiyi zaman onların qəlbi titrəyər. Və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə. Allahın ayələri oxunduğu zaman onların imanları yüksələr. Və baxmalıyıq görək bu bizdə varmı? Bu Ramazan ayı da Quran ayıdır, möhtərəm qardaşlar. Əgər Ramazan ayında daha çox Quran oxumazsaq, yəqin ki, başqa aylarda heç oxumarıq. Ona görə Ramazan ayında daha çox Qurana bağlanmalıyıq. Necə ki, sahabələr, tabiinlər, alimlər bütün elmləri kənara qoyardılar, sırf Qurana oturardılar. Nəfsini sıx, heç nə olmaz. Gündə 200, 300, ən azı 300 oxu. Ən azı oxu ki, Ramazanı hiss eləyəsən. Qurani Kərimi ləzzətini dadasan. Heç olmasa ildə bir dəfə. Təbii ki, mömin hər zaman Qurandan payı olmalıdır. Ancaq Ramazanda daha çox oxumalıdır. Allah hər birimizə müvəffəq etsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed. İnşallah kifayətlənək. Yəni ki, işə namazda